mən gəlim. Yeməyin vaxtına nə qədər qalıb? Pozan və karandaşı olan var. Sakit dur, müəllimə ev tapşırıq verməyib, yadına salmayaq. Müəllimə mən heç nə eləmədim ki. Gündəliyim evdə qal, müəllimə. Çox qəmliydi o gün məktəbin divarları. Hamı bir-biri üçün yazırdı şüarları. Köynəklərin üstünə çəkdi yadigarları. Mənimsə bağrıma qan son zəng. Ayrılığı dərddi yaman son zəng. Sevgimə vida deyir son zəng. Salaraq səda deyir son zəng. Qoyaraq nida deyir son zəng. Bizə əlvida deyir son zəng. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Qəlbini qəm alacaq, bir yadigar qalacaq son zəng. Nə olar çalma hələ, bu anı alma hələ. Gözlə səs salma hələ son zəng. Nə olar çalma hələ, bu anı alma hələ. Gözlə səs salma hələ son zəng. Həsrətlə baxıb deyirəm o illərə. Səninlə qaydaydım o ötən fəsillərə. Bəs mən nə cür baxacam o köhnə şəkillərə. Ayrılıq dərddi yaman son zəng. Hələ sus çalma dayan son zəng. Sevgimə vida deyir son zəng. Salaraq səda deyir son zəng. Qoyaraq nida deyir son zəng. Bizə əlvida deyir son zəng. İndi son zəng çalacaq, qəlbimi qəm alacaq. Bir yadigar qalacaq son zəng. Nə olar çalma hələ, bu anı alma hələ. Gözlə səs salma hələ son zəng. Nə olar çalma hələ, bu anı alma hələ. Gözlə səs salma hələ son zəng. Hər gün çiyin-çiyinə sir saxladım eşqimi. Son zəng günü axırı yığdım cəsarətimi. İstədim yaxınlaşım, açım ona sevgimi. Mənə vermədi aman son zəng. Və çalındı həmin an son zəng. Sevgimə vida deyir son zəng. Salaraq səda deyir son zəng. Qoyaraq nida deyir son zəng. Bizə əlvida
olacaq, qəlbimi qəm alacaq, bir yadigar qalacaq son zəng. Nə olar çalma hələ, bu anı alma hələ, gözlə səs salma hələ son zəng. Nə olar çalma hələ. Bugün elə bil ki başqa haldayam, bugün mənə dəyməyin üzülmüşəm. Bu 11 il necə gəldi getdisə, elə bil dünən məktəbə gəlmişəm. Düşür yada o şirin bəhanələr, müəllimə gündəliyim evdə qalır, dərsə girməmək sonra daha nələr, adam utanır indi yadına salır. Elə bir imkan olaydı əldə ki, qaytaraydım geri məktəb illərin. Tutub əlmi mənə yazmaq öylədən, o müəllimin öpəydim əllərin. İlk dərsə gedən günü ağlamışam, anam gedib gözüm ardınca baxır. Gülürəm indi mən öz saflığıma, elə bilmişəm məni tək buraxır. O son zəng çaldı, bizi bizdən ayırıb aldı, beləcə xatirələr qaldı boş sinif otaqlarında. Uşaqlıq bitdi, o gözəl günlərimiz getdi, son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. Nə sevincdir, nə də qəm anlamıram, başqa bir hal verir bu görüntülər. İstəyirdiksə bitəməkdə bilir, indi nə üçündür bəs bu üzüntülər. Qorxuram ki bir də biz görüşməyək, məktəb yolu ola həsrət küçəsi. Anladım böyüklər niyə ağlayır, bu imiş uşaqlığın son gecəsi. Dərs adı ilə ona zəng eyləmişəm, həyəcandan o qədər tərləmişəm. Mən onun eşqi ilə məndəliyim, cədvəlim bircə bir əzbərləmişəm. Varta yoldaşımdı, yoxdur xəbəri, 11 il verdim ürək almaq üçün. Neçə gün qulpu pulun toplamışam, ona bir dəstə çiçək almaq üçün. Uşaqlıq bitdi, o gözəl günlərimiz getdi, son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. O son zəng çaldı, bizi bizdən ayırıb aldı, beləcə xatirələr qaldı boş sinif otaqlarında. O son zəng çaldı, bizi bizdən ayırıb aldı, beləcə xatirələr qaldı boş sinif otaqlarında. Uşaqlıq bitdi, o gözəl günlərimiz getdi, son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. Hər birinizi salamlayıram. Mənim əziz balalarım, əziz məzunlarım. Duyğulanıram, çünki sizi çox sevirəm, sizdən ayrılırıq. Bu son zəng həyatınızda yeni başlanğıclar gətirsin. Bu sonuncu dəfə parta arxasında oturmuşsunuz. İnşallah hər birinizi abituriyent kimi, tələbə kimi universitet həyatında görərik. Artıq bu parta arxasında siz şagird kimi bir məktəbimizə gələn roman şagird kimi oturacaqsınız. Və hər birinizə gələcək həyatınızda uğurlar, xoşbəxtlik arzulayıram. Həyatda hər zaman sizə mərhəmətli, layiqli, vətəndaş, Azərbaycana layiqli vətəndaş kimi böyüməyi arzulayıram. Hər birinizi sevirəm. Sizin hər birinizin
Xatirəniz mənim üçün əzizdir və dəyərlidir. Uğurlar, xoşbəxtlik hər zaman belə üstünüz gülər olsun. Ağ göyərçinlərimiz bizim. Çox duyğulanırıq, sizi sevim, çox sevirəm. Bu il sonuncu buraxılışıdır. Sonuncu 11-ci sinifidir, məzunudur. İnşallah ki, öz dəvələrinizi bu məktəbdə gətirəsiniz. Onların son zəngində sizi gözləyirik. Sizə də uğurlar, xoşbəxtlik diləyirəm əlimdən. Çox sağ olun. Əzizlərim, bugün sonuncu günümüzdür. 7 il bir-birimizi hər gün səhər görüşmüşük. Sizə uğurlar arzulayıram. Bugün səslənən son zəng sizi müstəqil həyata çağırır. Həyat yollarında, həyat sınaqlarında uzağa çıxmağınızı arzulayıram. Hər biriniz tələbə adını qazanırsınız. Zəng eləyirsiniz ki, müəllimə, mən falan yerə qəbul olmuşam. Hər birinizin cəmiyyətimiz üçün layiqli vətəndaş kimi yetişməyinizi arzulayıram. Yolunuz uğurlu olsun, arzularınız çiçək açsın, Allah amanında, Allah dayağınızda dursun, Allah kölgəsini heç vaxt sizdən əski etməsin, ananızın, atanızın sevimlisini seviləsiniz. Bundan sonra müvəffəqiyyətlərinizlə həmişə onları sevindirəsiniz. Mən də xoş xəbərinizi eşidim, həmişə sevinim. Həmişə telefonlarınız yaxşı xəbərlə səslənsin. Deyin ki, müəllimə vermə, filan şey oldu, peşman şey oldu. Bax. Nərminə Məmmədqızıdır, mən də olayım. Salam uşaqlar. Bugün bu sinifdə sizinlə son salamımızdır. Vida salamıdır. Son zəng şalmır sizin üçün. Daha bu sinif otaqlarına şagird kimi daxil olmayacaqsınız. Ancaq siz bizim qəlbimizdə həmişə şagird kimi qalacaqsınız. Necə 11 il bundan əvvəl sizi uşaq kimi qəbul eləmişik, körpələr kimi. 11 ildə xatirimizdə heç vaxt böyümədiniz. Elə uşaq kimi gəldim, danladım, hərdən səhvlərimizi dedim, hərdən incişdik, hərdən barışdıq. Amma bilin ki, siz müəllimlərin qəlbində həmişə yaşayacaqsınız. Harada rastlaşsaq, yenə də bizim məzunsunuz, bizim şagirdlərimizsiniz. Hamınıza uğurlar arzulayıram. Bugün müstəqil həyata qədəm basırsınız. Bu enişli, yoxuşlu yolda müstəqil həyat artıq bugün sizin uşaqlığınızın sonudur. Heç kim sizə daha uşaqsan deməyəcək. Artıq böyüyübsən, məktəbi də bitiribsən deyəcəklər. Bax, bu uşaqlığın son günündə sizə gözəl gənclik arzulayıram. Gözəl günlər arzulayıram. Uğur olsun. Nərminə müəllimə deyəcək, hamınız tələbə adını qazanın. Tələbə adı qazananlara mən də uğurlar arzu edəcəm. Ancaq insan olun. Həyatda yerinizi tapmağa çalışın. Amma bir gözəl misal var. Deyir, alim olmaq asandır, adam olmaq çətin. Humanistliyinizi, alicənablığınızı heç vaxt əlinizdən verməyin. Mənim əziz balalarım. Səmimilik, sadəlik, humanistlik insanın ən böyük dəyər verəcəyi bir şeylərdir. İnsanı dəyərləndirəndə birinci deyirlər ki, çok sadə insandır, çok humanist insandır, çok alicənab insandır. Bax, bu şeyləri sizə arzulayıram. Həyatda yerinizi tapın, vətənimizə layiqli evlatlar olun. Azərbaycan deyəndə qürurla ayağa durun ki, mən o torpağın vətəndaşıyam. Öpürəm hamınızı. Sağ olun. Karış torpağımız. Her birinin öz yeri var, benim elim doğmadı ya. Güzelliğine o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakı bir gide evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, sevinsin her bir ana. Sözü var, hürmeti var, ülkelerin arasında. Böyle güzel, böyle zengin var dünyanın harasında. Vətənimin məğrur güclü, özü değil ilhamı var. Hoş günler.
bugünün qəhrəmanları olan məzunlarımızı səhnəyə dəvət edirik. 11B sinfini qarşılayırıq. Şu dünyadaki en olgun kişi acıya gülendir. Şu dünyadaki en soylu kişi insafa gelendir. Şu dünyadaki en zengin kişi gönül fethedendir. Şu dünyadaki en üstün kişi insanı sevendir. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna
acıya gülendir. Şu dünyadaki en soylu kişi insafa gelendir. Şu dünyadaki en zengin kişi gönül fethedendir. Şu dünyadaki şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edirik. Allah rəhmət eləsin. Əziz müəllimlər, valideynlər və qonaqlar, şəhərsalma və memarlıq ili ilə əlaqədar olaraq son zəngin tədbirimizi açıq elan edirik və bugünkü gün münasibəti ilə məzunlarımızı ürəkdən təbrik edirik. Bu il məzun olan gənclər bu şərəfli ilin daşıyıcıları olaraq məktəbdən yalnız biliklə deyil, həm də vətəndaşlıq məsuliyyəti ilə ayrılırlar. Sizə gələcək həyat yollarınızda uğurlar və bol şanslar diləyirəm. Əziz məzunlar, nəhayət gəldik o böyük günə. Məktəb dövrünün sonuna və həyatın yeni səhifəsinin başlanğıcına. Bilirik ki, hər kəsin məktəb illəri özünə məxsus bir macəradır. Bəzən dərs, bəzən dərsdən qaçış, bəzən isə müəllim görməsin oyunları ilə doğru. Amma indi reallıq var. Siz artıq təkcə şagird yox, həyatda öz yolunu seçəcək, ölkəmizin gələcəyini quracaq məzunlarsınız. Məktəb həyatı insan ömrünün ən saf, ən unudulmaz və ən dəyərli illəridir. Burada qazanılan biliklər, qurulan dostluqlar, yaşanan sevinclər və əldə olunan uğurlar hər bir məzunun həyat kitabında ən gözəl səhifələr ilə qalacaqdır. Əziz məzunlar, bugün siz məktəblə vidalaşırsınız. Lakin öyrəndikləriniz, müəllimləriniz nəsihətləri və məktəbinizin adı hər zaman sizinlə olacaq. Qarşınızda böyük arzulara, yeni hədəflərə və uğurlara aparan geniş yollar açılır. Unutmayın ki, Azərbaycanımızın gələcəyi sizin biliklərinizdə, vətən sevgisində və milli mənəvi dəyərlərimizlə bağlılığınızdadır. Dövlət bayrağımızı daim uca tutmaq, vətənimizə layiqli vətəndaş olmaq hər birinizin müqəddəs borcudur. Bu əlamətdar gündə bütün məzunlarımıza uğurlar, müəllimlərimizə sonsuz təşəkkür, valideynlərimizə isə övladlarınız gələcək nailiyyətlərinin sevincini arzuluyuruq. Qoy bugün səslənəcək son zəng ayrılığın deyil, yeni uğurların
böyük qələbələrin və parlaq gələcəyin başlanğıcı olsun. İndi isə əziz məzunlar, sizi təbrik etmək üçün məktəbin direktoru Zemfira Abdullayevaya söz verilir. Buyurun Zemfira xanım. Salam, hörmətli müəllimlər, valideynlər, sevimli, dəyərli gənclərimiz, məzunlar. Sizə bugün gənclər deyə artıq müraciət edirəm. Vətənimin gələcəyi olan gənclər. Bugün mahnıda belə bir gözəl söz deyildi. Doğma məkanım, dünyam mənim, Azərbaycanım. Bugün doğma Azərbaycanımın bütün ümumtəhsil tam orta məktəblərində son zəng çalınır. Minlərlə şagird müstəqil həyata qədəm qoyur. Onlardan 108 nəfəri də bizim məktəbi bitirir. Son zəng bizim üçün bir hesabat, bizim üçün tədris ilinin sonu deməkdir. Sizin üçün bugün çalınan son zəng, məktəb həyatınıza vida, yeni müstəqil həyata ilk addımlarınız deməkdir. Bu 11 ildə birgə addımladıq. 11 ildə sizinlə güldük, şənləndik, bəzən əsəbləşdik. Bəzən sizlərə qışqırdığımız da oldu, sizlə incikliyimiz də oldu. Ancaq hələ də əlindən valideynlərinizin tutub gətirdiyi o körpələr kimi görürəm mən sizi. 11 il bundan əvvəl kiçik, balaca qönçələr addımladınız bu məktəbə və 11 il bizimlə bu həyatı yaşadınız. Bizimlə. Birlikdə həyatımız keçdi və sizi hazırladıq bu həyata. Mən hər dəfə 11-ci sinifləri yola salanda niskilli oluram. Çünki yetirdiklərimlə ayrılıram. Ancaq xoşbəxt bir insanam ki, neçə illərdir ki, öz 1-ci sinifə qəbul elədiyim yetirmələrimi yola salıram. Bu ildə yubiley buraxılışımdır. 20-ci buraxılışdır mənim həyatımda, bu məktəbdə. Mənim əziz balalarım, gözəl valideynlərim, əziz valideynlər, nənələr, babalar, analar, atalar. Sizin həyatınızda bugün tarixi bir gündür. Bizim üçün adi məzunları yola salsaq da, siz neçə illərdir bugünü gözləyibsiniz ki, valideyn kimi balalarınız məktəbi bitirsin, yeni həyata qədəm bassın. Hansılarsa ali məktəbə qəbul olacaq, hansılarsa kolleclərə, peşə məktəblərinə daxil olacaqlar. Mən arzu eləyirəm ki, səsiniz ən uca zirvələrdən gəlsin. Valideynlər, sizin gözünüz aydın olsun, balalarınız bugünə gəlib çıxıb, çox şükür, sağ-salamat onları axıracan yerləşdirə biləsiniz. Vətənə layiq evlatlar olsunlar, öz yerlərini tutmağa çalışsınlar. Və bayaq da mən öz məzunlarıma belə bir söz dedim sinif otağında. Alim olmaq asandır, belə bir misal var. Adam olmaq çətindir. İndi o qədər ağır bir cəmiyyətdə yaşayırıq ki, problemləri çox olan bir cəmiyyətdə. İnsan kimi yaşamaq, insan kimi özünü qorumaq, alicanab, səmimi, humanist olmaq çox çətindir. Bax, sizə belə bir insan olmağı arzulayıram. Əlbəttə ki, öz yerinizi tapın, gözəl ali məktəblərə qəbul olun. Ancaq qəbul olmayanlar da həyatının dadını çıxarsın, yeri hardasa öz yerini tapa bilsin. Sizə uğurlar arzulayıram, vətənə layiq övlad olun, harda olursunuz olun, Azərbaycanımızın başını uca tutun. Etiraf Eyübovun adını uca tutun. Etiraf Eyübov adına məktəbi bitiribsiz. Bu məktəbin şəhidləri olan Kemalın adını uca tutun, Şaiqin adını uca tutun və minlərlə şəhidlərimizə layiq evlad olun. Onların milli ordumuzun rəşadətli qələbəsi sayəsində, Ali Baş Komandanımızın yerində olmaqla vurduğu yumruq sayəsində biz bugün hamımız şad, hürrəm bu son zəngini keçirdə bilirik. Biz minnətdar olduğumuz insanların hamısına təşəkkür edirik ki, bugünü bizə nəsib ediblər. Yenə də sizə uğurlar arzulayıram, mənim əziz balalarım. Bu müstəqil həyatda addımlarınızı möhkəm atın, həmişə məğrur olun, iradəli olun, istədiyinizə çatmayınca dayanmayın, uğurlarınız bol olsun. Məktəbi bitirən məzunlarımız arasında 14 nəfər 200'ü keçən məzunumuz var. Təbrik edirəm qızım. Halıqov Çingiz. Həsənzadə Zəhra.
Nəcəfli Əlirza. Əmraslanov Nur. Ağakişiyeva İlahə. Həbibova Arzu. Quliyeva Nəsibə. Təbrik edirik. Həyatda onlara bol şanslar arzulayırıq. Həsənov Mais müəllim, xahiş edirəm bura. Quliyeva Qəndaq müəllimə. Mən müəllimlərimizə uzun ömür arzulayıram. Keçdikləri bu şərəfli yolda üzə ağ çıxdıqları üçün onlara təşəkkür edirəm. Hər adamın işi deyil ki, 65 yaşına belə ürəklə çatsın və ibtidaidə bizə gözəl siniflər verən Şamama müəllimə, Yaradan Quliyeva Şamama müəllimə hamınıza uğurlar arzulayıram, əziz müəllimlər. Təşəkkür edirik əziyyət çəkən bütün müəllimlərimizi alqışlayırıq uşaqlar. Alqışlayaq, bir ürəkdən alqışlayaq. Buyurun Əminə müəllim, söz sizindir. Hörmətli məzunlar, hörmətli valideynlər, sizləri bütün məktəbimizin adından, öz adımdan salamlayıram. Bugün gözəl bir gündür. Bugün münasibətilə bütün valideynləri salamlayıram. Bir neçə dəqiqədən sonra mı, saatdan sonra mı son zəng vurulacaq. Bu son zəng siz məzunları müstəqil həyata səsləyəcək. Siz artıq müstəqil həyata asılacaqsınız. Həyat gözəldir. Həyatda sizi çox şeylər gözləyir. Gözəl işlər, vəzifələr, arzular, diləklər. Mən arzulayıram ki, bu həyat yollarında hər biriniz özünüzün qəhrəmanı olasınız. Bir qəhrəman kimi bu çətin keşməkeşli həyatda bir qəhrəman kimi addımlayasınız. Tələbə adını qazanasınız. Uğurlarınız bol olsun. Yuxarılardan səsiniz gəlsin. Bugün hamın sevinir. Hamının gözlərində bir işıq var. Qəlbinizdəki o sevinç, gözlərinizdəki o işıq heç vaxt sönməsin. Yolunuz uğurlu olsun. Arzularınız çiçək alsın. Biz salamat qalın, yaxşı yol hər birinizə. Allah Təşəkkür edirik Nəminə müəllimə. Vətən! Ölməz! Şəhidlər! Ölməz! Vətən! Ölməz! Qarabağ! Azərbaycandır! Qarabağ! Azərbaycandır! Qarabağ! Azərbaycandır! Bütün sinif rəhbərlərini təbrik eləyirəm. Sizi bağrıma bastıram, balalarım, öpürəm. Allah həmişə başınızın üstündə olsun. Yolunuz açıq olsun. Vəfa xanıma verilir söz. Buyurun Vəfa xanım, söz sizindir. Bütün valideynlərə ürək sözü deməyi söz verə bilərdik, amma vaxtımız yoxdur, hava çox istidir. Yəqin buna görə bizi üzürlü sayarsınız. Nümayəndə kimi Vəfa xanıma söz verilir, buyurun. Salamlayıram hər birinizi. Bütün valideynlər adından məzunları məzun günü münasibətilə təbrik edirəm. Bundan sonraki həyatınızı sağlıqlı və çox xoşbəxt yaşayasınız və çox uzun yaşayasınız. Bugün qürur hissi ilə deyə bilərəm ki, nə xoş mənə ki, məzun olduğum məktəbi bugünkü gün mənim evladlarım bitirir. Uğurlar hamınıza. Hazırlaşır 11B sinfi.
süpürmüşəm sarayı, əsli basma dolan gel. Boyumuza az qalıb göstərən təzə ayı. Dolan gel, əsli basma dolan gel, süpürmüşəm sarayı, əsli basma dolan gel. Teşekkür ederim 15 sene.
çalınacaq və məktəbə vida edəcəklər. Sizinlə qürur duyuruq. Həyatınız işıqlı olsun. Uğurlar hər birinizə. Və sonuncu məktəb zəngi səslənir və sizinlə vidalaşırıq. Zəng çalan nə olar əlini saxla. Bu şagird ömrümü uzat biraz da. Bu məktəb, bu bina, bax bu divarlar mənim olmayacaq zəng vurulanda. O qara buğday qız, gülərüz oğlan, daha olmayacaq sinif yoldaşım. Sizə uğurlar diləyirik. Çox sağ olun. Təşəkkür edirik.